Bir gün bir qadın zoomağazaya girir. Görür ki, çox gözəl bir tutuquş satırlar, özü də su qiymətinə. Satıcı xəbərdarlıq edir ki, xanam, valla mənlik deyil, bu quş əvvəl gecə klubunda yaşayıb, ağzı çox pozuqdur. Qadın deyir, əşi, eybi yox, tərbiyə edərik və quşu alıb aparır evə. Evdə qəfəsin üstündən örtüyü götürür, tutuquşu evin qızını görən kimi qışqırır. Oo, yeni qızlar gəlib, əla! Ana pərt olur, amma fikir verməməyə çalışır. Birazdan qadının özü otağa girir. Tutuquşu ona baxıb fit çalır. Oo, təzə Mama Roza da gəldi. İşlər düzələcək. Qadın biabır olur, quşu öldürmək istəyir. Elə bu vaxt qapı açılır, qadının əri filankəs işdən yorğun arğın evə gəlir. Tutuquşu filankəsi görən kimi qəfəsin içində atılıb düşür, var gücü ilə qışqırır. Oo, nəhayət tanıdığım bir sifət. Salam filankəs müəllim, xoş gəlmisən, köhnə müştəri.